Salam, hər vaxtınız xeyir olsun. Mən Arifə Mahmudova. Bugün sizlərlə 9 mart tarixində keçirilən buraxılış imtahanının düzgün cavablarına baxacağıq. Qeyd edeyim ki, bunlar yalnız qrammatika suallarıdır. 31-ci testdə qeyd olunub ki, nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. İndi baxaq. Aldım, xəbər. Nəyi aldım? Şəhadətnaməmi, tamamlıq. Haradan aldım şəhadətnaməmi? Gimnaziyadan aldım. Yer zərfliyi, zərf yox yer, zərfliyi. Nəhayət sözünü təhlil eləmirik. Çünki belə deyək də, qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə deyil. Hərbi xidməti başa vurduqdan sonra aldım. Nə vaxt aldım? Nə zaman? Hərbi xidməti başa vurduqdan sonra. Bunlarsa zaman zərfliyidir. Deməli, 2 zərfliyi olan bir dənə Y variantındadır. Cavabımız Y. 32-ci testə baxırıq. Hansı cümlədə feili sifət tərkibi işlənib? Dostlar, əgər feili sifət tərkib yaradıbsa, ən axırıncı tərəfdə feili sifətin şəkilçisi gəlməlidir. Əvvəldə yox. A variantında fikir verirsinizsə, gələn qonaqları mehribanlıqla qarşıladı. Kimi qonaqları, hansı qonaqları? Gələn qonaqları. Burada təyin tamamlıq olaraq parçalanıb. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Nəyi? Məktubu. Kim? Asif hansı məktubu yazılmış? Burada da o qaydadır. Dostum, oxuyan məqsədinə çatar. Nə edər? Çatar. Kim? Oxuyan. Burada isə tərkib yaratmayıb. Yəni, yaşıllaşan ağaclar göz oxşuyurdu. Nə? Ağaclar. Hansı ağaclar? Yaşıllaşan. Cavabımız oldu B variantı. Ahəstə süzən. Burada fikir verirsinizsə, axırıncı tərəfdə an, ən, indiki zaman məzmunlu feili sifət şəkilçisi var. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Nə etdi? Şığıdı. Nə? Qartal. Hansı qartal? Ahəstə süzən. Burada isə tərkib yaratdı. 33-cü testə baxırıq. Nümunə ilə bağlı yanlış fikri müəyyən eləyin deyir. Yerimək öyrətdin tutub əlimdən. Dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. İndi baxırıq. Deyir, əvəzliyin bir məna növündən istifadə edilmişdi. Baxaq, sən istifadə olunub, şəxs əvəzliyi istifadə olunub, həqiqətən də bu doğrudur. Yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Yönlük hal A, Ə şəkilçisidir. Deyir, mənsubiyyət şəkilçilidir. Bala sözün köküdür, sənin balan. Öz balanı mənsubiyyətdir, A isə yönlük hal şəkilçisidir. Bu da doğrudur, məndən yanlışı istəyir. İkinci misrada işləmiş isimlər təsirlik haldadır. Haranı, aranı, haranı, dağı, bu da tamamilə doğrudur. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Təsriflənən feillər feilin şəkilləri və zamanlarıdır. Xəbər şəkli isə qeyd eləmişdim ki, harada zaman şəkilçisi varsa xəbər şəklidir. Amma burada öyrədəydin, öyrətmək feilində, yəni kaş öyrədəydin, hətta əvvəlinə qoyublar, gərək öyrədəydin, A, Ə şəkilçisi var. Bu isə arzu şəklinin şəkilçisidir. Deməli, hamısı xəbər şəklində deyil, arzu şəklində olan da var. Yalnız qrammatik mənası olan bir söz işlənmişdi. Yalnız qrammatik mənası olan köməkçi nitq hissəsidir. O da gərək sözüdür. Ona görə də Y-də getdi. Cavab D. Tərzi hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Qeyd edeyim ki, bu suallar nisbətdə, yəni buraxılışa hazırlaşan şagirdlər üçün çətin tipli testlər idi. Tərzi hərəkət zərfi və təsriflənməyən feil. Böyründə isə məsdər feili sifət feili bağlamalardan biri olsun. Burada birincidə ümumiyyətlə təsriflənməyən feil yoxdur. Gəliblərdəki ib, nə edib, gəlib, zaman şəkilçisidir, nəqli keçmiş zaman. Ona görə birləri çıxırıq. B variantı getdi. Y variantı getdi. 2-də belə danışmağın heç bir əsası yoxdur. Bəziləri düşünüb necə danışmağın, belə danışmağın. Mən hər zaman dönə-dönə deyirəm bunu. Belə sözü zərfi əvəz edən əvəzlikdir. Nəticə etibarilə nə oldu? Əvəzlik. Ona görə də 2-ni götürmürük. 2-ni götürənlər çox pis. Cavabımız C variantıdır. 4-də deyir, Şuşada çiyin-çiyinə
döyüşdüyü, d+4 üstəgələk mənsubiyyət şəkilçisi feili sifətdir. Necə, nə tərzdə döyüşdüyü, çiyin-çiyinə, zərf və feili sifətdir. Yəni təsriflənməyən forma. 5-də öz uğurlarından iftixarla danışan, necə, nə tərzdə iftixarla, tərz hərəkət zərfi böyründə feili sifətdir. Dilucu təşəkkür edib çölə çıxdı. Dilucu təşəkkür edərək çölə çıxdı deyə bilirik gördüyünüz kimi. İb, ib, ub, übü ara qərəklə əvəz eləyə bilirik. Deməli bu feili bağlama şəkilçisidir. Özündən əvvəl də tərz hərəkət zərfi gəldi. Necə, nə tərzdə dilucu? Cavab C. 35-ci testə baxırıq. Uyğunsuzluğu deyir, müəyyən eləyin. Vasitəsiz nitqli cümlə, vasitəsiz nitqli cümlənin sxemi. Baxan kimi konkret olaraq bilinir. Müəllifin sözü elə bilin ki, nağıla oxuyandır. Vasitəsiz nitq isə danışan adamdır. Deyir, burada cavab konkret olaraq deyəcəm, B variantıdır. Deyir, bəli dedi. Bəli, kiminsə nitqidə axı bu müəllifin sözü necə ola bilər? Bu vasitəsiz nitqdir. Ortadakı dedi müəllifin sözüdür. Çünki onun dediyini səsləndirir. Ona görə də cavabımız B variantı oldu. Keçid alaq. 36-cı testə baxırıq. Klasteri tamamlaya bilməz. Uşaq canlı, bir də açıq-aşkar. Uşaq canlı sözünün düzgün tələffüzü necə olacaq? Uşaq canlı. Digəri açıq, aşkar. Q qaydasıdır da. Burada sözümüz q ilə bitdi. Özündən sonra samitlə başlayan söz gəldi deyə q xıya keçdi. Açıq, aşkar sözündə sözümüz q ilə bitdi. Özündən sonra sait gəldiyi üçün q xıya keçdi. 3 cingiltili samit işlənmişdi. Bu düzdür. Ş, daha doğrusu c, n. Digərində də ğ, g, r. Tamamilə doğrudur bu. Bunu götürə bilmirəm. Sait samit təsnifinə düzgün tələffüzdən baxıram. Məndən nəyi istəyir? Məndən tamamlaya bilməz deyir. Necə dəqiqə, bura əlimiz dəyib. Aha. Deməli, birləri çıxırıq, çünki bu doğrudur, məndən tamamlaya bilməyən istəyir. Ğ samitinin kar qarşılığı işlənib, bəli, bu yuxarıda x işlənib, amma digərində ikinci sözdə yoxdur axı. Ona görə bu hər ikisinə aid deyil, bunu götürməliyəm. D variantı da çıxdı. Cavab ya-dır ya da B-dir. 3-də açıq saytların sayı qapalı saytların sayından çoxdur. Birinci sözdə baxıram, A açıqdır, amma U qapalıdır. Bunlar eyni daxı. Deməli, 3 də şərtimizi ödəmədi. Cavabımız avtomatik A variantı oldu. 6-da deyir, kar qarşılığı olan bir samit işlənmişdi. Yəni, kar qarşılığı olan, ya o nə deməkdir? Cingiltili samit işlənib. Baxıram. Yox, bu da ikinci sözə aid deyil. Ona görə də cavabımız olacaq A variantı. 37-ci testə baxırıq. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən eləyin. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. İkinci də deyir, qayıt yerinə qoy ayı, günəşi, yenə olduğu tək görüm həyatı, qayıt gözüm nuru, könlüm atəşi, qayıt sahmana sal bu kainatı. Bizdən nə istəyir? Deyir, nümunələrin hər ikisinə aiddir. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Uyğun fikirlər istəyir. Gəncliyim, şərəfim. Burada gəncliyi, şərəf sözləri, müqəddərat sözləridir. İkincidə qayıt, qoy. Birincidə isimlərdir, ikincidə feillər və ümumiyyətlə cümlə üzvü olaraq tamamlıqlardır. Biri götürəcəyik təbii ki, ona görə də biri götürəcəyimizə görə D variantı çıxdı, C ilə D variantı çıxdı. 2-də deyir, baş üzvlərdən birinin həmcinsliyi var, nümunələrin hər ikisinə aiddir. Bizdən uyğun fikirlər istəyir. Baş üzvlərdən, yəni mübtəda ilə xəbərdən birinin həmcinsliyi var. Düzdür də, birincidə yalnız nə gəncliyinə, şərəfinə, müqəddərat mübtədadır, ikincidə də feildir. 2 tamamilə doğrudur. 2-ni götürəcəyimizə görə A variantı çıxdı. Birində 5-6-dır. Deməli, 6 mütləq olmalıdır. Həmcins tamamlıq işlənmişdir. Birini aid eləyib. Bəli, burada ayı, günəşi ifadəsidir. Bu doğrudur. 4 ilə 5-ə baxmaqla seçə bilərik. 2 fərqli cümlə üzvü həmcinsdir. Nümunələrdən yalnız birinə aiddir. Bəli, bu ikinci nümunəyə aiddir. Xəbərlərlə tamamlıqlar var. Amma birdə ancaq mübtədadır. Ona görə də cavabımız elə B variantı olmuş olacaq. Bir dəqiqə.
Aha. Biri mürəkkəb addır. Çox rahat testdir bu. Mürəkkəb ad haranınsa adıdır. Bayramın adı nədir? Novruzdur. Cavab C variantı. Cərgələrdən birindəki sözlər kök 2 leksik şəkilçiyə uyğun gəlir. Burada qrammatik şəkilçi var. A variantı çıxdı. Burada bir dənə leksik şəkilçi var. B variantı çıxdı. Burada bir dənə qrammatik şəkilçi var. Yəni bizə qrammatik lazım deyil axı. Burada dıqcə, dikcə, dükcə, dükcə var. Qrammatik şəkilçidir və təsriflənməyən feillərin şəkilçilərindəndir. Cavabımız Y variantı olacaq. Oxşamaqdan oxşar, oxşardan oxşarlıq, bərkdən bərkimək, bərkiməkdən bərkitmək. Cavab Y. 40-cı test və sonuncu testimizdə ölkəmizin beynəlxalq arenada qazandığı uğurları idmana qarşı xüsusi diqqət göstərdiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikri bizdən istəyir. Quruluşca mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Burada quruluşca mürəkkəb, burada bir qazandığıdır. Diqqət göstərilməkdir. Burada dəlalət edirdi. Quruluşca mürəkkəb, yəni dəlalət edir. Xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Belə diqqət göstərilməyin tamamilə doğrudur. Cavabımız ona görə A variantıdır. Burada göstərilmək feili qayıdış növdə deyil, axı şəxssiz növdədir. B-ni götürə bilməzsiniz. Daha sonra burada deyir şəxsə kəmiyyətə görə dəyişməyən. Yəni məstər feili, sifət feili bağlamanı istəyir. Feillər eyni cümlə üzvü vəzifəsindədir. Nə edir? Dəlalət edir. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Nə dəlalət edir? Uğurlar. Hansı uğurlar ölkəmizin beynəlxalq arenada qazandığı? Artıq sualları da görürsünüz, fərqlidir. Deməli, eyni cümlə üzvü vəzifəsində deyil. Bir də burada çətin olduğu üçün altından xətt çəkmədim. Feilin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir. Mən burada maq, mək, məstəri görmürəm. Məstər feili, sifət feili bağlama olmalıdır. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Xeyr, uzlaşma əlaqəsində əsas tərəf mübtədadır. Mübtəda heç nədən asılı deyil. Hətta xəbər belə mübtədadan asılı olur. Ona görə də bu fikri də doğru fikir kimi götürə bilmərik. Cavab olacaq A variantı. İndi isə mətnlərə baxırıq. Dərbənd ətrafında, yəni ilk mətnimizə baxırıq. Şirvan üzərinə yerimək üçün Dərbənd yaxınlığında düşərgə salmış Toxtamış xan həmişəkindən fərqli olaraq bugün şad, xürrəm görünürdü. Hökümdarın çadırına toplaşmış oyunlar, sərkərdələr, daha doğrusu əyanlar, sərkərdələr ondakı bu dəyişikliyin səbəbini öyrənməyə çalışırdılar. Toxtamış xan onların bu intizarına son qoymaq vaxtının çatdığını anlayıbmış kimi dedi. Səhər çaparlarımız xəbər gətirdilər ki, ədavət bəslədiyimiz Əmir Teymur Kür çayının sahilində düşərgə salıb. Görünür müttəfiqi İbrahimə kömək etmək fikrində deyil. Biz Şirvanşah İbrahimi təkləyib məğlub edər, Şirvandan da çoxlu qənimət apararıq. Toxtamış xanın təyin etdiyi vaxtda bütün qoşun ayaq üstündə idi. Qala divarlarını dağıtmaq təlimatı almış döyüşçülər Dərbənd üzərinə yeriməyə başladılar. Lakin onlarla qala arasında hətta 50 addımdan az məsafə qalanda da oradan bir oxun belə atılmaması Toxtamış xanın ən yaxın adamı Cormağan xanı təəccübləndirdi. Qaladakı sakitliyi görən Toxtamış xan da narahat oldu. O, İbrahimin görünür nəsə bir kələyi var dedi. Sonra biraz irəli yeridi və gözlərini qalaya zilləyib davam etdi. Ola bilər ki, döyüşçülər qala divarında yaxınlaşan kimi neft yandırıb onların üzərinə tökməyə hazırlaşırlar. Xanın əmri ilə belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Onların əllərində dairəsi iri, qalxana bənzər qorunma alətləri var idi. Onlar qala divarlarına çatdılar. Lakin qaladan müqavimət görmədilər. Qala darvazalarını itələdilər, bağlı idi. Döyüşçülərin hərəkətlərini izləyən Toxtamış xan dedi, qala boşdur. İbrahim xan yaxşı bilirdi ki, 30 min nəfərlik qoşunla mənim qabağıma çıxmaq döyüşçülərini qırğına vermək deməkdir. Çəkilib gedib. Cormağan xan Dərbənd darvazalarını sındırmağa əmr etdi. Bu şəhərin deyil, Dərbənd keçidinin darvazaları idi. Qala həqiqətən də boş idi. Cormağan xan şəhərin də boş olduğunu zənn edib döyüşçülərə şəhər darvazalarını da açmaq üçün hasarlara dırmaşmağı əmr etdi.
etdi. Lakin döyüşçülər hasarlara yaxınlaşa bilmədilər. Onların üzərinə ox yağdırıldı. Toxtamış xan şəhərin alınmasının həm bura biz əlavə eləyəcək hesabına olacağına, həm də burada biz əlavə eləyəcək itirəcəyini nəzərə alıb dedi. Bizə Şirvan torpaqlarına girməkdən ötürü keçid lazım idi. İndi keçid bizim əlimizdədir. İbrahim uzun müddət özünə gələ bilməz. Tələsməliyik. Şirvanın içərilərinə doğru irəliləməliyik. Toxtamış xanın qoşunu Samur çayına doğru hərəkətə başlayarkən Şirvanşah İbrahim də düşmənin qoşununu yolu üstündə kəndlərdən əhalini təxliyə eləyir, qoşununun sayını artırır, müttəfiqləri ilə danışıqlar apararaq əks əmləyə hazırlaşırdı. İndi biz mətnin suallarına baxırıq. Deyir, mətnə əsasən səbəbini müəyyən eləmək mümkün deyil. Yəni, nəyin səbəbini müəyyən eləyə bilmərik biz. Aha. Əmir Teymurun Kür çayının üzərində düşərgə salmasının, bəli, biz orada bunu, yəni səbəbini bilmirik ki, niyə orada düşərgə salıb, mətni oxuduq və gördük. Döyüşçülərin şəhərin hasarlarına yaxınlaşa bilməməsinin səbəbi orada var idi da. Mətni oxuduq və gördük. Cormağan xanın heyrətlənməsi də mətndə var idi. Həqiqətən də bayaq oxuyanda gördük. Qalanın içindəki sakitliyin səbəbini də gördük də biz orada oxuyanda. Cavabımız Toxtamış xanın Əmir Teymura ədavət bəsləməsinin səbəbini isə biz orada nəsə bir bu barədə, münasibətlər barədə xüsusi bir səbəb görmədik. Cavab ona görə də C variantı olmuş olacaq. İndi isə keçid alaq digər bir testə. Əvvəlində rəqəm yazılmış hansı cümlələri mətndən çıxarılsa, o cümlələr mətnə xələl gəlməz. Bu 4-cü və 5-ci cümlələrdir dostlar. 4-cü cümləyə baxın. Deyir, xanın əmri ilə belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Və digər bir cümləyə baxın. Onlar qala divarlarına çatdılar, lakin qalada müqavimət görmədilər. Bir pozuntu olmadı. Deməli, 4-cü cümlə heç lazım deyilmiş. Onların əllərində dairəsi iri qalxana bənzər qorunma alətləri var idi. 5-ci cümləyə baxaq. Bizə Şirvan torpaqlarına girməkdən ötürü keçid lazım idi. İndi keçid bizim əlimizdədir. İbrahim uzun müddət özünə gələ bilməz. Bunu deməsəydi olar da. Deyir, indi keçid bizim əlimizdədir. Tələsməliyik. Şirvanın içərilərinə doğru irəliləməliyik. Cavab bu olmalıdır da. Ona görə də 4 və 5 olacaq. Cədvələ baxırıq. Burada düzgün fikirdir. Burada yanlış fikirdir. Digərində isə ehtimaldır. Deyir ki, Toxtamışın planları arasında maddi mənfəət əldə etmək də var idi. Bəli, biz orada onu həqiqətən də gördük. Bu, doğru xanada doğru fikirdir. Şirvanşah İbrahim əhalini Dərbənddən zorla çıxartmışdı. Xeyr, orada zorla ümumiyyətlə heç nə yox idi. Yanlışda. Qalada müqavimətlə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur olur. Xeyr, orada əksinə müqavimətlə qarşılaşmır, axı belə qorxur. Ki, bu niyə belə oldu ki? Niyə heç kim yoxdur? Qorxmur daha doğrusu. Belə qəribə gəlir ona. Dərbənd üzərinə hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstəriş almışdılar. Bəli, bu da tamamilə doğrudur və yanlış xanasındadır. Ehtimal xanasında isə ehtimal lazımdır. Deyir, Çaparın gəldiyi xəbər Toxtamış xanın əhval-ruhiyyəsində dəyişikliyə səbəb olur. Bu ehtimal deyil. Bu bir faktdır. Yəni, hansı ki, mətnin tərkibində verilib. 6-da deyir, Şirvanşah İbrahimlə Əmir Teymur arasında soyuqluq var idi. Bəli, bu bir ehtimaldır. Çünki onun, belə deyək də, yaxını da ona kömək eləmədi. Ona görə də bu hardasa bir ehtimaldır ki, onlar arasında bəli, soyuqluq var. İndi bizə nə lazımdır? Doğru xanasından doğru, yanlış xanasından yanlış, ehtimal xanasından ehtimal olan versiya. Cavab olacaq 1, 3 və 6. C variantı. İndi digər bir testə baxaq. Toxtamış xan işğalçı hökmdardır. Dərbənd keçidinin ələ keçirilməsini əhəmiyyətli hesab eləyir. Bəli, bu doğruydu. Orada əvvəllərdə bu qeyd olunmuşdu. Bir doğru olduğuna görə C variantını, Y variantını atdıq getdi. Düşmənin necə həmlə edəcəyini qabaqcadan dəqiq müəyyən eləyir. Xeyr, bunu bilmirdik. Yaranan fürsətləri dəyərləndirir. Bəli, tamamilə doğrudur. Orada göstərildi ki, hətta
o dedi ki, elə bil ki, biraz da içərilərə doğru gedək də biz. Deyəsən oralar da boşdur. Yəni fikirləşir ki, hə, bura boşdur, tez içəri də gedək. Yəni fürsət yaranıb da. Heç kim yoxdur. Bircə dəqiqə. Elə cavabımız 1-3 oldu ki, cavab olacaq B variantı. İndi digərinə baxaq. Deyir, üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən eləyək. Gəlin sözlərə baxaq. Üzərində rəqəm yazılmış sözlər. Biri yerimək sözüdür, 1. Biri də irəli yeri. Biri irəli yeridir. Biri də üzərinə yeridir. Gəlin indi baxaq. Üzərinə, irəli yeridir deyəndə, yəni daha doğrusu üzərinə yeridir. Yəni hücum etdi. Birə C uyğun gələcək. İrəli yeridir deyərkənsə, yəni addımlamaq sözünün qarşılığıdır da bu. 2-yə A olacaq və D olacaq. Bir qoca köhnə paltar əynində yeriyir. Yolda torba çiynində nümunəsi kontekstə görə eyni məna daşıyan söz var. Bəli. Deyir, bir qoca köhnə paltar əynində yeriyir yolda torba içində. Yəni gedir, irəli gedir. Bu mənada. Ona görə də cavabımız olacaq A variantı. İndi digərinə baxaq. Deyir ki, əvvəlində işarə qoyulmuş sözlərin qarşılığını, ifadə elədiyi mənanı kontekstə əsasən müəyyən edin. Bəziləri bu testin şərtini başa düşmür. Kontekstə uyğun qarşılıq nə deməkdir? Yəni orada necə bildirilibsə, sən də belə yaz burada. Nəsə bir qarşılıq tap. Burada qarşısında işarə qoyulmuş sözlər, təyin etmək, təyin etdiyi sözüdür. Təyin etdiyi, yəni müəyyən etdiyi yaza bilərsiniz. Toxtamış xanın müəyyən etdiyi vaxtda bütün qoşun ayaq üstündə idi. Yəni bu uyğundur. İkinci bir versiya kələk sözüdür. Kələyi var, yəni hiləsi var deyə bilərik. Digər bir söz dairəli təxliyə edir sözüdür. Yəni təxliyə eləyir, köçürür, çıxarır. Bu versiyaları yazmısınızsa doğru hesab olunacaq. 47-ci testdə deyir, altından xətt çəkilmiş cümlələri mətnin səciyyəvi üslubi xüsusiyyətlərinə uyğun zənginləşdirməklə məcazi mənalı ifadələr artırmaqla yenidən yazın. Altından xətt çəkilmiş cümlə. Qaladakı sakitliyi görən Toxtamış xandan narahat oldu. Bizdə altından xətt çəkilmiş cümlə istəyirəm. Aha. Burada deyə bilərik ki, görünür müttəfiqi İbrahimə kömək etmək fikrində deyildi. Yəni, deyə bilərik ki, məsələn, əl tutmaq fikrində deyildi. Qaladakı sakitliyi görən Toxtamış xandan narahat oldu. Deyə bilərik ki, narahat oldu. Narahat olmağın başqa bir versiyasını yazarıq da, özünə yer tapa bilmədi, məsələn. Bu versiyada yazsaq, bu da doğru olmuş olacaq. İndi digər bir versiyaya baxırıq. Digər bir versiyada 48-ci testdə mətnə əsasən Şirvanşah obrazı ilə səciyyəvi xüsusiyyəti dolduraq. Burada bir versiyasında xarakterini yazırıq, bir versiyasında isə əsaslandırırıq o xarakteri. Məsələn, Toxtamış xan necə idi? Toxtamış xan, belə deyək, strategiyalı biri idi və orada da həqiqətən ortadakı cümlələrdən birini yaza bilərik ona. Yəni, qoşununun strategiyalı biri idi deyə bilərik. Qoşunun, belə deyək də, həmlələrini əvvəlcədən müəyyən eləyirdi. Bu tip cümlələr yaza bilərsiniz əslində. Yəni, strategiyası ilə müəyyən eləyirdi də bu adam bunu. Mətndə nöqtələrin yerinə uyğun ifadələr yazmaqla tamamlayaq o versiyaları. Deyirsən, saydığı say gövhərikən sayır atalar sözünü 2 fərqli məqamla əlaqələndir. Burada sən saydığı say görfələyinə sayır. Səhər çaparlarımız xəbər gətirdi ki, ədavət bəslədiyimiz Əmir Teymur Köy çayının sahilində düşərgə salıb. Görünür, müttəfiqi İbrahimə kömək eləmək fikrində deyil. Yəni, burada deyə bilərik də, əslində elə fikirləşirdi ki,
kömək eləyər də, belə deyim. Ona görə də İbrahimi təklif məğlub edər, Şirvandan da çoxlu qənimət aparar. Burada deyə bilərik ki, sən saydığı say göy fələyinə sayır. Digər bir versiyada ortada boşluq olan versiyaları doldurmalıyıq. Toxtamış xan şəhərinin alınmasının həm qan hesabına olacağını, həm də vaxt itirəcəyini nəzərə alıb dedi. Və yaxud da deyə bilərik ki, həm canı hesabına olacağını, həm də insanları itirəcəyini, yəni qoşununun itirəcəyini nəzərə alıb dedi. Belə də deyə bilərik. Yəni bu versiyanı da düşünə bilərik. İndi necə bilirsinizsə o qaydada, necə bu versiyaları necə yazmışsa, onlar doğrudur. İndi mən digər bir mətni saxlayıram. Mətni yavaş-yavaş çevirirəm. Siz saxlayıb oxuya bilərsiniz. İndi digər bir suala baxırıq. Məşhur fransız sənətşünası Mijon Müsəlman İncəsənəti kitabında onlar elə bil 1001 gecə nağıllarına çəkilmiş illüstrasiyadır yazaraq bu sənət nümunələrinə məftunluğunu etiraf edib. Bu cümləni mətndəki nömrələnmiş hansı çərçivənin yerinə artırılsa cümlələr arasında məzmun ardıcıllığı pozulmaz. Bunu təbii ki biz 3-cü daha doğrusu yazılan versiyaya artıra bilərik. Nəyə görə? Çünki orada fikir verirsinizsə, naxışların arasında nağıl qəhrəmanları, klassik şairlərin, xüsusən Nizami Gəncəvinin əsərlərindəki obrazlar da təsvir edilmişdir. Yəni burada da Mijonun versiyasını, yəni artıra bilərik ki, Mijon Müsəlman İncəsənəti kitabında onlar elə bil 1001 gecə nağıllarına çəkilmiş illüstrasiyadır və s. deyib fikirlərini. Ona görə də 3. Mətnə əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən eləyin deyir bizə. Bir də deyir, xalq mahnısında burada toxunan parçaya işarə eləyir. Bəli, bu tamamilə doğrudur. Bircə dəqiqə. Orada qeyd olunub ki, bu hissəyə fikir verin. Xalq mahnısındakı sənə Şamaxıda toxunan ipəkdən köynək tikdirəcəyim ifadəsinin yaranmasına səbəb olmuşdu. İpəkdən toxunan parçadır, bu doğrudur. Məndən yanlış fikir istəyir deyə B-ni atacam, C-ni atacam. Digərində mənbələrdən buraya ticarət məqsədi ilə göndərilən heyətdən söz açılır. Xeyr, belə bir şey yox idi. Bu yanlış fikirdir. Yanlış fikirdir deyə götürəcəm bunu. D variantı çıxdı. Burada 3 yoxdur. Parça toxucuları şəhəri tərk eləmək məcburiyyətində qalmışdılar. Burada bəli, ticarət məqsədi ilə göndərilən heyətdən söhbət açılır. Yox. Orada bunu görmürük axı. Ona görə də bu səhv fikirdir. Parça toxucuları şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. Bəli. Sonuncu abzasda biz bunu görürük. Və bu bir dəqiqə hara aid edilib? 3. Aha. Bu Təbrizə aiddir. Bunu isə hər ikisinə aid eləmişdilər. Fikir verirsinizsə, Şamaxıya da, Təbrizə də. Ona görə 3-ü götürəcəyik. Bu orada var, amma sırf Təbrizə aiddir də, Şamaxıya aid deyil. Ona görə 3-ü götürəcəyik. 3-ü götürəcəyimizə görə A variantı çıxdı, cavab oldu Y variantı. 5-də deyir, parça toxuyan sənətkarların qiymətli metallardan da istifadə edir onlar. Bu hissə ortadadır və deyir Təbrizə aiddir. Bu Təbrizə aid deyil axı, Şamaxıya aid idi. 53-cü testə baxırıq. Mətndə altına xətt çəkilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. İstehsal olunmuş, hazırlanmış şeylər, məhsullar. Bu məmulatlardır, doğrudur. Portret, ornament, tablo demək deyil. Hətta ornamentin tablo ilə nə əlaqəsi ola bilər? Cavabımız B variantıdır. Sənəd mənbə, orada məxəz deyə adı keçir. Çətin dağılan, gec yırtılan, bu davamlı deməkdir. Nadir tapılan, dəyərli, bu da antik. Antik orada var, belə bir versiya. Ona görə də bunlar da çıxdı. 54-cü testə baxırıq. Mətndə üzərində rəqəm yazılmış
sözlərdən biri hansı nümunədə kontekstə görə mətndəki mənasında işlədilmişdir? Baxaq. Üzərində rəqəm yazılan sözlər istəyir bizdən. Aha, deyir, Rusların Azərbaycan parçaları ilə tanışlığı barədə hələ 9-12-ci əsrlərə aid məxəzlərdə yazılmışdı. Orada da sənin taleyinə yazılmış deyir. Məxəzdə yazılmaq həqiqidir, taleyinə yazılmaq məcazidir. Təbii ki, onu götürməyəcəyik. 2-yə baxaq. 2. Aha. Deyir, belə toxuma parçaların saplarını zərgərlər hazırlayırdılar. Amma digər bir versiyada isə deyir ki, şagird suallarına cavabını qabaqcadan hazırlayıb. Yəni, bir var zərgərin nəsə hazırlamağı, bir də var suala cavab hazırlamaq. Bu, biri həqiqidir, biri məcazidir, uyğun gəlməyəcək. 3-də deyir, sonra bu vərəqləri metal alətin deşiyindən keçirərək sap halına salırdılar. Digərində deyir ki, qoca əlləri əsə-əsə açarı qapıya saldı. Biri var sap halına salmaq, biri də var açarı salmaq. Bunlar eyni mənada deyil axı. Eyni mənada işlədilən versiyanı istəyir bizdən. 4-də deyir ki, onlar bədii xüsusiyyət daşıyan naxışlarla bəzədilmiş və daha gözəl görünməsi üçün müxtəlif rəssamların tablolarına müraciət eləmişdilər. Digər 4-də isə bizə verilən cümlə gedişindən sonra ailədə Orxanın yeri görünür, hamı onun üçün darıxırdı. Buradakı görünməklə yeri görünmək eyni ifadə deyil, gözəl görünməklə yeri görünmək. Ona görə götürə bilmirik bunu. Kontekstdəki mənasında istəyir olsun. 5-ci versiyaya baxırıq. Deyir ki, araşdırmalar göstərir ki, bizdə də təcrübə dedi. Təcrübələr bu fikrin doğru olduğunu göstərir. Ona görə də araşdırma göstərir, təcrübə göstərir. Qeyd eləyə bilərik də həqiqətən də bunu. Ona görə burada cavabımız olacaq Y variantı. İndi 55-ci testə baxırıq. Deyir ki, doğru xanasında doğrunu yazaq, yanlışda yanlışı, ehtimalda da ehtimalı. Həmişə belə olanda bilin ki, ehtimalda fakt versiyasını verəcəklər və siz o cavabı çıxacaqsınız. Azərbaycan parçaçılıq sənətinin nümunələri qazanc məqsədi ilə satılmışdı deyir. Bu deyir ki, qazanc məqsədi ilə satılmışdı. Bu doğrudur da. Görürük də bunu mətndə. Doğru da doğru. Parçaçılıq sənətkarları sadəcə İpək parça istehsalı, xeyr, müxtəlif növ parçalar istehsal edirdi. Bu yanlışdır. 2-ni götürməyəcəyik. Mənə 1 lazımdır. 1-i mütləq götürəcəm. Yanlışda yanlış olmalıdır. Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdən, bəli, orada rus mənbələri var idi. Bu doğru fikirdir. 3-ü götürməyəcəm. 3-ü götürməyəcəm deyə bunlar da çıxdı. Cavabımız qaldı D variantı. Deyir, Şamaxı və Təbriz ipəyindən rus çarı üçün geyim hazırlanmasına 9-12-ci əsrlərin mənbələrində rast gəlinir. Xeyr, orada rusların Azərbaycan parçaları ilə tanışdığı idi 9-12-ci əsrlərdə. Yoxsa geyim və s. bu versiya deyildi. Sadəcə parçalarla tanışdıqdı. Antik mallar alverçisi bir neçə hissəyə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərində almışdı. Bu fakt deyil, ehtimaldır. 6-da deyir ki, Şərq xalqları muzeyində saxlanılan parçanın üzərində düşmənin ələ keçirilməsi təsviri var. Bu fakt da ehtimalımız deyil axı. Cavabımız olacaq 1, 4, 5 D variantı. Açıq suallarsa, digər açıq suallarsa, belə deyim də, bizim mütləq imtahanda müəyyən edəcəyimiz versiyadaydı deyə onların izahını artıq burada verə bilməyəcəm. Belə əziz izləyicilər, videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Sağ olun, salamat qalın.